meyvənin hansı rəqəmlə verilən hissəsinin tərkibinə aid olan struktur həm ananın, həm də atanın xüsusiyyətlərini daşıyır. Görürük ki, həm atanın, həm də ananın xüsusiyyətlərini daşıyan toxumun tərkibinə aid olan rüşeym olmalıdır. Burada da toxum bizə 1 rəqəmi ilə göstərilib. Ona görə də biz doğru cavab kimi yalnız Y variantını götürəcəyik. Kök pöhrələri ilə vegetativ yolla çoxalır. Burada çiyələk bığızıqla çoxalır. İncisçək kökümsovla çoxalır. Sarımsaq soğanaqlarla çoxalır. Ayrıqotu kökümsovla çoxalır. Yasəmən isə kök pöhrələri ilə çoxalır. Doğru cavabımız Y variantı olur. Hansı bitkinin tozlanması çiçək açılmamış gedir? Verilən bitkilərin içərisində buğda bitkisində tozlanma çiçək açılmamış baş verir. Ona görə də doğru cavabımız Y variantı olacaq. Hansı bitki oturaq yarpaqlarında ehtiyat su toplayır? Burada ehtiyat su toplayan və oturaq yarpaqlara malik olan bitki aloe bitkisidir. Ona görə doğru cavabımız D variantı olacaqdır. Noxud toxumunun quruluşuna aid deyil. Noxud toxumunun qabığı mövcuddur. Rüşeymi də var. Rüşeymin ləpə yarpağı da var. Eyni zamanda kökçük də var. Amma toxumda ağızcıq olmur. Doğru cavabımız D variantı olur. Hər birindən eyni sayda olmaqla göllübizi, anadonta və şərq kalmarları götürmüşdür. Bu mollusklarda olan ürək kameralarının cəmi 32 olarsa gözlərinin saylarının cəmi neçə edər? Hər birindən eyni sayda olduğuna görə hər birini en qədər qəbul edirik. Göllübizinin ürəyi 2 kameralı olduğuna görə deməli yazırıq bura bu 2n üstə gəlinsin. Anadontada 3 kamera olduğuna görə yazırıq 3n və kalimarda da 3 kamera olduğuna görə yazırıq 3n. Cəmi birlikdə 8n qədər kamera var. Kameranın da cəmi 32-yə bərabərdir. N bərabərdir 4-ə. Deməli, hər birindən 4 ədəd mövcuddur. Gözlərin sayını soruşur bizdən. Göz də yalnız göl ilbizində və şərq kalimarında vardır. Hər birində 2 göz olur. Yəni 8 göz göl ilbizində üstə gəlinsin. 8 göz də kalimarda olduğuna görə bərabərdir. Cəmi 16 göz olur. Doğru cavabımız D variantı eləyir. Başlanğıc sayı 5 olan bakteriya 2 saat ərzində bölünmüşdür. İlk saatı maksimum sürətlə, ikinci saatı isə minimum sürətlə bölünmə baş verərsə, sonda əmələ gələn fərd sayının alınan nəsil sayına olan nisbəti neçə olar? Bilirik ki, birinci 5 bakteriya maksimum sürətlə bölünərsə 2 üstü 3 ilə götürəcək bərabərdir. 2 üstü 3 ilə vuranda eləcə 40 bakteriyamız vardır. Sonra 40 bakteriya isə ikinci saatda minimum sürətlə 2 üstü 2 dəfə bölünübdür 30 dəqiqədən bir. O da bərabərdir. 40-ı da 4-ə vuranda 160 bakteriya əmələ gəlib. Deməli, soruşur bizdə. Sonda əmələ gələn fərd sayının. Fərd sayı 160-dır. Alınan nəsil sayı isə 3 nəsil birinci bölünmədən, 2 nəsil də ikinci bölünmədən cəmi 5 nəsil olubdur. 160 ilə də 5 ixtisar gedərkən 32-də 1 olur. Yəni doğru cavabımız A variantı olur. Yastı qurdların nümayəndələrinin törətdiyi xəstəlikdir. Echinokokkus, echinokokun törətdiyi xəstəlikdir. O da yastı qurdlar tipinə aiddir. Askaridoz, İnsan askarın törətdiyi xəstəlikdir, saq qurdlar tipinə aiddir. Teniarixoz, bunlar da teniarixoz da deyəcəz ki, aid olacaqdır öküz sortinin törətdiyi xəstəliyə, o da yastı qurdlara aiddir. Ankilostoma isə əyribaş qurdun, saq qurdlar tipinə aid olan qurdun törətdiyi xəstəlikdir. Ona görə doğru cavabımız A variantı olur. Hidranın neçə növ xarici qat hüceyrəsində qamçı ola bilər? Hidranın 2 növ hüceyrəsində qamçı var. Həzm və bir də cinsiyyət hüceyrəsində, spermatozoidində. Həzm hüceyrəsi daxili qat hüceyrəsidir. Amma spermatozoid isə xarici qat hüceyrəsi olduğuna görə bir növ olur. Cavab A variantı olur. Bir hüceyrəli göbələkdir. Penisil
şampinyon, tülkü qulağı və ağ göbələk çox hüceyrəlidir. Mukor isə bir hüceyrəli çox nüvəli göbəklərə aiddir. Ona görə cavab D variantı olur. Yosun, mamır və göbələklər üçün ortaq cəhətdir. Hüceyrə divarına malik olmaq. Bəli, bu hər biri üçün ortaq sayılır. Kök sisteminə malik olmaq, xeyr. Heç birinin kök sistemi yoxdur. Xlorofil pigmentinə malik olmaq, göbəklərin xlorofili olmur. Spor əmələ gətirmək, bəli, üçü də spor əmələ gətirə bilər. Bu da doğrudur. Bitkilər aləminə aid olmaq, xeyr. Mamır, yosun bitkilər aləmində, göbəklər isə bitkilər aləminə aid deyil. Ona görə cavab 1 və 4 cavabı C variantı olur. Verilən canlıların hansında hüceyrə divarı olmur? Ksantoriyada hüceyrə divarı vardır. İkinci, penisil. Penisil aiddir göbələklərə. Onlarda da hüceyrə divarı mövcuddur. Mukor göbələkdir, hüceyrə divarı mövcuddur. Leishmani heyvanlara aiddir, onda da hüceyrə divarı olmur. Əmöbdə heyvanlara aiddir, onda da hüceyrə divarı olmur. Ona görə cavabımız C variantı 4-5 olur. Verilən göbələklərdən hansı taxılçılığa ziyan vurur? 1. Pas göbələyi taxılçılığa ziyan vurur. Qov göbələyi taxıllarda parazitlik etmir. Sürmə göbələyi ziyan vurur. Maya göbələyi parazit deyil. Penisil göbələyi parazit deyil. Çovdar mahmızı taxılçılığa ziyan vurur. Ona görə cavab 1, 3 və 5 cavabı, yəni D variantı olur. Hansı bitkinin bütün çiçəklərində cütlük, yəni zigot əmələ gələ bilər? Yəni bütün çiçəklərində sadəcə olaraq həm erkəkci, həm dişici olsun. Söyüdün erkək və dişi çiçəklər var. Erkək çiçəklərində əmələ gəlməz. Günə baxanda yalancı dici şəkilli çiçəklərində ola bilməz. Eyni şəkildə göy çiçəkdə də, eyni şəkildə qarğıdanlının erkək çiçəklərində də. Amma zəncirotun bütün çiçəkləri həqiqi dilci şəkilli deyə orada cütlük, yəni zigot əmələ gələ bilər bütün çiçəklərdə. Cavab C variantı olur. Əksər yarpaqların ayasında hansı toxuma qrupu olmur? Əksər yarpaqların ayasında ümumiyyətlə törəzi toxuma olmur. Ona görə doğru cavab kimi biz C variantını götürürük. Verilmiş şəkilə əsasən doğru ifadələri müəyyən edin. 1. Əlverişli şəraitdə aralıq hüceyrədən əmələ gəlir. Bu doğru fikirdir. Çünki bütün hüceyrələr aralıq hüceyrədən əmələ gəlir. Bir doğrudur. Birin içərisində zəhərli maddə olur. Bəli, dalayıcı kapsuldur. İçində zəhərli maddə vardır. Bunlar dalayıcı hüceyrələr xarici qat hüceyrələrdir. Bu da doğru fikirdir. Meyoz yolla zigotun bölünməsindən əmələ gəlir. Xeyr, mitoz yolla əmələ gəlir. Bu yanlış fikirdir. 2-nin qıcıqlanmasından 3 atılaraq şikara sancılır. Bəli, bu doğru fikirdir. Ona görə cavab 1, 2, 3 və 5 cavabını götürəcəyik. Doğru cavab A variantı olur. Hansı meyvə tipinin əmələ gəlməsində iştirak edən yumurtalıq sayı yumurtacıq sayından azdır? Belə olduğu halda biz çox toxumlunu götürməliyik. Dən meyvə bir toxumludur, toxumca meyvə bir toxumludur, fındıq meyvə bir toxumludur, çərdək meyvə bir toxumludur. Amma qutucuq meyvəsi çox toxumlu olduğuna görə doğru cavabımız D variantı olur. Çoxalması zamanı sürfə mərhələsi olmur. Öküz solterinin sürfəsi var. Qaraciyər sorucusunun sürfəsi vardır. Çoxulcanda isə sürfə mərhələ olmur, inkişafı düzünə yolla getmiş olur. Ona görə cavab C variantı olur. Torpaqdan qidalanma zamanı bitkilərə hansı maddələr daxil olur? Bitki torpaqdan qidalanma zamanı su və mineral maddələri qəbul edir. Bu da doğru cavab kimi C variantında göstərilib bizə. Deməli, doğru cavab C variantı olacaq. İki qat mayalanmada en qədər hüceyrə iştirak edərsə, cəmi neçə toxum əmələ gələr? Bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. O zaman en qədər hüceyrə iştirak edərsə, x qədər toxum əmələ gələr. X də bərabərdir, n bölünsün 4-ə. Doğru cavabımız
D variantı olur. Laminaria qırmızı yosunlara aiddir. Xeyr, qonur yosundur. Ali bitkidir, ibtidai bitkidir. Xlorofillə malikdir. Mikroskopik de değil, böyüktür, lent şəkillidir. Çünkü bunlar doğru cevap B vardır. Lent şəkilli yosunlara aittir. Yaşıl evgönəyə ait değil. Miksotrof orqanizmdir. Qamçılar sinifinin nümayəndəsidir. İşığa həssas qırmızı gözlüyü var. 2 ədəd nüvəsi var. Xeyr, bunun 1 ədəd böyük nüvəsi olur. Ona göre cevap D variantı olacaqdır. Erkek qıcının yarpaqlarının altında qametlər əmələ gəlir. Qamet yox. Yarpağın altında sporlar əmələ gəlir. Mayalanması cinsi nəslin üzərine gedir. Bəli, mayalanma protanın üzərində getdiyinə görə cinsi nəslin üzərində gedir. Sporları dişi bitkinin yarpağının altında əmələ gəlir. Burada dişi erkek bitki diye bir şey yoxdur. Ona göre de bu fikir yanlış fikirdir. Yetkin fərdi qeyri-cins nəsildir. Bəli, yetkin fərdi qeyri-cins nəsildir. Doğru fikirdir. Protalı heterotrofdur. Xeyr, protalı avtotrofdur. Ona göre bu da yanlışdır. Doğru cevabımız burada 2 ve 4 cevabı olacaqdır. Deyəcəyik. Noxud, darı və qarğıdalı toxumları düzələrkən bərabər miqdarda cəmi 180 qram su udmuşdur. Hər biri bərabər miqdarda udsa 3'ün arasında bölürəm. Deməli 60 noxud udub, 60 darı udub, 60 da qarğıdalı udub. Noxud öz çəkisi qədər udduğu üçün deməli öz çəkisi 60 imiş ki 60 qram da su udubdu. Darı öz çəkisinin 4'də 1'i qədər udub. Deməli öz çəkisi 240 qram imiş ki 4'də 1'i də 60 qram su udub. Qarğıdalı öz çəkisinin yarısı qədər su udduğu üçün deməli özü 120 qram imiş ki bu da 60 qram su udubdur. Deməli bunları topladığımız zaman doğru cevabımız 420 qram olacaqdır. Bir hüceyrəli parazitdir. Gənə bir hüceyrəli deyil. Virus ümumiyyətcə hüceyrəvi quruluşa malik deyil. Askarit bir hüceyrəli deyil. Birə bir hüceyrəli deyil. Tripanozom qamçılar sinifinə aiddir. Malariya paraziti isə sporlar tipinə aid. O da bir hüceyrəlidir. Doğru cevabımız 3 ve 6 cevabı olacaq. X'in qiymət tapın. Volvox hüceyrələrinin sayı n, yaşıl evgen sayı n, bu canlılarda olan qamçıların sayı. En qədər Volvox olsa hərəsində 2 qamçı olana görə 2 en qədər qamçı olar. Üstə gəlinsin, en qədər yaşıl evgenə varsa en qədər də qamçı olar. Bərabərdir 3 en qədər, o da bərabərdir 60'a. En də bərabərdir 20. Deməli hər birindən 20 ədəd vardır. Əgər 20 ədəd yaşıl evgenə varsa bir yaşıl evgenədə 20-25 ədəd xromatofor olur. Minimum dediyinə görə 20 ədəd xromatofor evgenənin hər birində 20 xromatofor olarsa bu da bərabərdir 400 olmuş olar. Uyğunluğu müəyyən edin. Birinci, yarpaqların zoğun düzülüşü növbəlidir. İkinci də qarşı-qarşıyadır. Üçüncü də topadır. Birinci uyğun olan növbəli düzülüş cökə bitkisi növbəlidir. İkincisi qarşı-qarşı, üçüncü topu olduğuna görə yasəməndə qarşı-qarşıyadır. Toz ağacında növbəlidir. Qarğa güzündə topadır. Oleandrda da topadır. Deməli 1AC, 2B, 3DY olur. Şagirdlər qurtların müxtəlifliyi və müqayisə xarakteristikasını öyrəndikləri zaman aşağıdakı cədvələ əsasən öz fikirlərini bildirdilər. Qurtlar K, L, M. Əsas sahib insan, qaramal it, qaramal göl bizi, insan ise aralıq sahibidir. K, L, M qurtlarının adlarını yazın. Burada K öküz solteridir. L karaciğer sorusudur. M ise echinokoktur. Eğer şagird her üçünü doğru cevap yazıbsa tam bal, üçündən hər hansı ikisini doğru cevaplayıbsa 2'də 1 bal,
Digər hallarda isə 0 balla qiymətləndirilir. Verilən qurdların insan orqanizmində törədə biləcəyi xəstəliklərin adını müvafiq olaraq yazın. K. Öküz solteri olduğuna görə onun törətdiyi xəstəlik Teniarin-Xoss xəstəliyidir. L. Qaraciyər sorğusu olduğu üçün onun törətdiyi xəstəlik Fasilyoz xəstəliyi olur. M isə Echinokokk olduğu üçün onun törətdiyi xəstəlik Echinokokkos xəstəliyi olur. Verilən xəstəliklərdən hər üçünün adını əgər şagird doğru yazıbsa tam bal, hər hansı ikisinin cavabını doğru qeyd edib, birini səhv qeyd edib və ya ümumiyyətlə qeyd etməyibsə ona yarım bal, hər digər hallarda isə 0 balla qiymətləndirilir. Şagirdlər qurdların müxtəlifliyi və müqayisəli xarakteristikasını öyrəndikləri zaman aşağıdakı cədvələ əsasən öz fikirlərini bildirirlər. Burada K və L qurdlarının hər birinin bir fərd olan sorulmazların cəmi neçə ədəd olur? K öküz solteridir. 1-2 öküz solterinin hər bir fərdində 4 sorulmaz. L qaraciyər sorucusudur. Qaraciyər sorucusunun isə hər bir fərdində cəmi 2 sorulmaz vardır. Bunların da cəmini istədiyinə görə 4 üstəgəlsin 2 bərabərdir. Cavabımız 6 olur. Əgər şagird hər birini doğru qeyd edib və cavabı doğru tapıbsa tam bal. Əgər şagird sorulmazların sayını yazıb toplamayıbsa yarım bal, digər hallarda isə 0 balla qiymətləndirilir.